Mahnıda deyir ki, bəzi yaralar var ki, onlar nə qanamır, nə də qabıq bağlamır. Bu bilirsiniz psixologiyada nədir? Şuur altı artıq o səni yeriyibdir. İstər şəxsi həyat olsun, yəni münasibət, istər sənin karyeranda atılan bir addım olsun ki, alınmır da. O şey nə yara bağlamır, qabıq, nə də qanamır. Sadəcə onu yox etməyin bir dənə yolu ondan ibarətdir ki, sən onu qəbullanmalısan. O pis şeyi sən dərk eləməlisən və daha ondan ayrılıb yaxşılığa doğru getməlisən. Yəni sənin hədəfləri və sən edən şeylərə hansı ki görürsən ki, olmur və olmayan bir şeyə məcbur etmək düzgün deyil. Karyera ya şəxsi həyat. Çünki məcbur etdikcə sən itirirsən, sən zəifləyirsən, tükənirsən. Bəzən bir kiçik qığılcım belə bəs edir sənin ayrılmağına. Və bunu dərk etmədiyin müddətcə zamanın da itəcək. Ona görə bu məqama diqqətli olun.